Ağstafa rayonunun Yuxarı Göyçəli kəndində şəhidlərin xatirəsinə inşa edilmiş bulağın açılış mərasimi olub. Açılış mərasimində rayon icra hakimiyyətinin məsul şəxsləri, kənd rəhbərliyi, şəhid ailələri, Vətən müharibəsi qaziləri və ictimaiyyətin nümayəndələri iştirak edib. Ən maraqlısı isə odur ki, şəhidlərimizin xatirəsinə inşa edilmiş bulaq abidə kompleksi kənd sakini Şuşa döyüşlərində kimi qəhrəmanlıqla döyüş yolu keçmiş və Şuşanın azad edilməsi zamanı ağır xəsarət almış qazi Emil Qəfərlidir. Emil fərdi evlərdə fəhlə usta kimi çalışaraq ailəsi üçün qazandığı vəsaitin bir qismini yığaraq öz doğma kəndlərində 8 nəfər şəhidin xatirəsinə bulaq inşa etdirib. Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan bulaq abidə kompleksinin açılış mərasimində çıxış edən natiqlər qeyd ediblər ki, bu cür abidələrin yaradılması gənc nəsillərin vətənpərvər ruhda böyüməsində çox böyük rol oynayır. Həmçinin bu bulaq abidə kompleksi hər hansısa bir iş adamı və ya məmur tərəfindən deyil, kasıb, min bir əziyyətlə, zəhmətlə pul qazanan Vətən müharibəsi qazisi Emil Qəfərli tərəfindən inşa etdirilməsi daha da qürurvericidir. Emil Qəfərli isə deyib ki, döyüşlərdə iştirak etmək və bu cür abidə komplekslərini inşa etdirmək mənim vətəndaşlıq borcumdur. Döyüşlərimiz başlayıbdır. Daşaltı kəndi, Şuşa Xan kəndi istiqamətində döyüşlərdə olmuşam. Özüm Şuşada yaralanmışam. Bir yerdə çörək kəsdiyim insanların bir saniyə, bir dəqiqə sonra yanımda şəhid olması, yəni məndə bu şey yaratdı ki, onların adlarını əbəlləşdirim. Bir yerdən qalxan gənclər görsünlər ki, bizim şəhidlərimizi tanısınlar, tanımayanlar bilsinlər. Və onların adına su ihsan elədim ki, daimi suylar olsun. Küçələr, yollar salırlar şəhidlərimizin adlarına, bulaqlar açırlar. Bu da bizi sevindirir. Təbii ki, bu günlər bizim Göyçəli kəndində Göyçəli şəhidlərinin xatirəsinə bizim 2-ci Qarabağ müharibəsinin qazisi Qəfərli Elmin böyük bir təşəbbüs addım atmışdır. Təbii ki, bu da gənclərimiz üçün böyük bir örnəkdir. Çox pullu olanlar var. Məsələn, heç yadlarına düşməyib. Ancaq Elmin balamız öz əlinin zəhmətindən, özünün öyünü yarımçıq qoyub, bizim şəhidlərin xatirəsinə bu bulağı tikib. Allah ona bir əmin əvəzini versin. Açılış mərasimində kənd məktəbinin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda şəhidlərimizə həsr edilmiş şeirlər səsləndirilib. Açılış mərasimindən sonra isə açılışda iştirak edənlər bulaq abidə kompleksi önünə təchizçəklər düzüb və bulaq suyundan içərək şəhidlərimizə Allahdan rəhmət diləyiblər. Kamran Əski Paralı, Yusif Əliyev, Bu Gün İnformasiya proqramı üçün.